Keçi, bəli, keçi. Bizdə kasıb malı, dünyada biznes. Bizdə ən ucuz ölçü vahidi olan keçi qiymətinə sözünün, dünyada isə keçi qədər dəyərli sözünün sahibi bu keçi. Ən azı elə qoyun qədər dəyərli və qazanclıdır. Keçinin çox cinsləri olduğuna görə bu heyvan haqqında geniş və bir neçə video hazırlayacağım. Sona qədər izləyin, bugün sizə çox dəyərli bir söhbət edəcəm. Allahını sevən desin, sosial şəbəkələri ən az televiziya kanalları qədər bərbad olan bir yerdə mənim bu keçi ilə, qoyun ilə trend olmam, viral olma şansım varmı? Yox. Deməli, məqsədim bəllidir. İstəyim fenomen olmaq deyil, bu fani dünyada 5-10 nəfərə də olsa belə bir faydam olsun deyədir. Bu videomda çox saylı izləyici keçi haqqında məlumat istədi. Onları intizarda qoymamaq üçün qeyd edirəm ki, keçi mövzusu geniş olacaq və sizlər üçün bu barədə bir deyil, bir neçə video hazırlayacağım. Lakin o son videoda gələn 120 şərhləri bir analiz etdim və qərara gəldim ki, qoyundan, keçidən əvvəl daha vacib bir mövzu açmam gərəklidir. Belə ki, dostlar, çox izləyici nə qazanacağım, nə qədər qazanaram, ziyan etmərəm ki, zəhmətimə dəyərmi? Bu və digər belə sualları normal qarşılamayaraq bu dostlara keçidən, qoyundan əvvəl bir motivasiyaya ehtiyacı olduğunu düşünürəm. İlk olaraq belə bir misal çəkim. Qardaş, 24 saat oturub Ronaldonu izləməklə bir futbolçu olmaq qeyri-mümkündür. Uşaq vaxtı mən də Jean-Claude Van Damme'ın boksçu kinosuna baxandan sonra gedib məhəllədə ağacın üstünə meşox bağlayıb təpikləyirdim ki, mən də Van Damme kimi ağacı ayağımla qıracam. Düzdür, nə qıra bildim, nə də boksçu oldum. Amma o gündən sonra idmana çox bağlandım, hər gün məşqlər etdim. İdman sayəsində heç bir uğurum, qazancım olmadı. Lakin hərbi xidmətdə olduğum vaxtlar çox köməyim oldu. Demək nə oldu? Heç bir zəhmət boş deyil. İkinci məsəl sadəcə bir misaldır, kimsəyə məsləhət deyil, haramdır, günahdır. Belə ki, bir oyun, mərc oyunu, qumar filan oynayan hər kəs udmaq istəyir. Kimsə uduzmaq istəmir. Yaxşı, hər kəs uduzmazsa kim uda bilər? Və yaxud oynamaq istəmir, amma udmaq istəyir. Oynamadan necə uda bilərsən ki? Hər kəs dünyada olan milyarderlərin yerində olmaq istəyər. Amma kimsə onların ora qədər çəkdiyi zəhməti çəkmək istəməz. Heç bir işdə, heç bir sahədə %100 qazanacaqsan deyə bir şey yoxdur. Amma heç bir zəhmətin qazansız olması da yoxdur. Çox işlə məşğul oldum, çox işdə batdım, borçlandım, bildiyin dibə vurdum. Doğru, üzüldüm, fikir elədim, lakin itirdiklərimdən güc alıb yenidən ayağa durdum. Çünki məndən gedənləri mənə kimsə verməmişdi ki, mən qazanıb, mən də itirmişəm. Deməli, yenə də qazana bilərəm. Bunu belə düşün, 11 il məktəbə gedirsən, oxuyursan, öyrənirsən. Amma ali məktəbə girmirsən, 11 ilin boş getmiş deyə düşünürsən, amma bir gün, misal, ticarətə girirsən, hesab kitab o gün işinə yarayır. Yaxşı ki, vaxtında oxudun məktəbi deyirsən. Həyatın hər bir dövrü o məktəbdə itirdiyin vaxt kimi düşün. Bugün Rizvan deyir, qoyunda qazanc var, sadəcə həvəslənirsən, amma bir də baxdın axşam xəbərlərdə filan fermada qoyunlar xəstəlikdən kütləvi qırıldı deyir, həvəsin gedir. Heç bir şey etmirsən, sadəcə izləyirsən. Dünənki günün mənə baxmaqla, bugün də belə o bəd xəbərə baxmaqla. Bitdi 2 gün ömürdən. Sabah başqa tema, o biri gün başqa. Həçlə getsin, müftə ömür gündür. Kaş bilsəydin o zamanın nə qədər bahalı bir şey olduğunu. Bir qohum uşaq var, cavan oğlandır. 1 hektara yaxın həyətyanı sahələri var. Bir dəfə sual verdim ki, bu vaxta kimi o məhəllədə 5 metr yer belləyib bir şeylər əkməyi bir yoxladınmı? Mənə dedi ki, ay əmi, kəndimizdə mənim yaşda hansı uşaq yer belləyib nəsə əkir ki, mən də əkim. Dedim ki, amma mənim sənin yaşda tanıdığım uşaq var ki, tək başına 1300 qoyuna baxır, 20 hektar arpa əkir, 10 hektar qarğıdalı. Hər bir işini də özü öz traktoru ilə edir. İndi məndən 30 qoyunun aylıq dəqiq qazancını istəyən qardaşım. Deyim sənə nə qazanacağını. Əgər sən bir qoyun alıb onu 2 ilə 10 ya 5 qoyunu 50
edə biləcək qədər sənin səbrin, nə şükrün yoxdursa, deyilsən 30 qoyun, 300 qoyun da versəm onu batırarsan. 30 qoyun olsun, 100 qoyun olsun. Onun qazancını sənə verəcək olan mən deyiləm ki, hesabını aparmaq ixtiyarında da olam. Ruzini verən Allahdır. Kimi 30 qoyundan 30 min qazanar, kimi 100 qoyundan, kimisi də mənim kimi ziyan edər. Mən ziyanıma şükür edirəm. İndi sənə bir sual verim. Hansını istərdin? 30 min yoxsa 100 min? Yoxsa mənim kimi ziyan edib şükür etməkmi? Təbii ki, 100 min seçərdin. Amma heç ağlına gəlib düşünməzdin ki, niyə? Bəlkə o 100 min qazananın qazancı başqa bir şeyin bərəkətidir. Allah qoyunun üzərindən göndərdi ona. Bu 30 min qazananın normal zəhmətinin həqiqi qazancıdır. Yaxşı, bu üçüncü yetimə nə oldu? Ziyan etdi. Bəlkə elə bu da onun bir sınaq, bir imtihanı idi. Ola bilməzmi? Düşünmək lazımdır, elə deyilmi? Bunun başqa bir forması da ola bilər. 100 min qazananın elə 100 minlik bir dərdi də ola bilər. Hər şər bildiyin işdə bir xeyir, hər xeyir bildiyin işdə bir şər gizli ola bilər. Bax, mən bir inşaat ustasıyam. A'dan Z'yə inşaatın hər işini görürəm. Heç bir zaman bu işdə pul az oldu, bunu bıraxım sonraya, bu işi pulludur, o bir işi qabağa salım deməmişəm. Səliqəli şəkildə ardıcıllıqla işimi görmüşəm. İnan Allaha ki, iş olub 20 gün işləyib alacağım pul qədər, ardınca iş çıxıb 2 gündə o pulu almışam. Yəni sən davam et, ruzini harda olacağını Allah bilir. Nə bilirsən, o gənc boş bekar gəzdiyinə, həyatında yer beləyib bir şey əkmək istəsəydi, bəlkə elə o yerin altından bir küp qızıl tapardı. Və yaxud sən işin yoxdur, iş axtarırsan, tapmırsan, yoxdur, zor deyil ki. Amma gedib könüllü olaraq pulsuz bir yerdə bir xidmət etmək ağlına belə gəlmir. Niyə? Bəlkə sənin ruzin elə oradadır. Bir yoxladın mı? Yox. Hardan olsun? Sən bugün dəqiq nə qədər qazanacağını bilmədiyin bir işi görmək istəmirsən. Pul almayacağını bilə-bilə işləyərsənmi? Amma heç vaxt unutmayın, qazancın hardan gələcəyini, necə gələcəyi, nə qədər gələcəyi bəlli olmaz. Amma gələcək. Zəhmət çəkən adam üçün, halalı haram qatmayan üçün mütləq gələcək. Lakin eyni sözü tam əks insanlar üçün də olacağını deyə bilmərəm. Dünya bir saat mexanizmasıdır. Biz isə bu mexanizmada kiçik bir parça. Əqrəblər də həyat yolumuz. Mexanizma ayaq uydurmazsaq, əqrəblər eyni yerdə sadəcə səsküy edərək tıqqıldayar durar.